Son günlər ölkədə uşaqlar arasında qızdırma, halsızlıq və öskürəklə müşahidə olunan virus infeksiyalarının artması narahatlıq doğurur. Valideynlər xüsusilə məktəb və bağçalarda sürətli yoluxma hallarının çoxaldığını bildirirlər. Xəstəliyin simptomları yüngül görünsə də, vaxtında müdaxilə olunmadıqda vəziyyət ağırlaşa bilər. Bəs uşaqlar bu virusdan necə qorunmalıdır? Mövzu ilə bağlı missiyada danışan pediatr Gülnar Abdullayeva bildirib ki, uşaqları viruslardan qorumağın əsas yolu onların immunitetini güclü saxlamaqdır. İlk növbədə belə uşaqları qorumaq üçün mütləq şəkildə immuniteti yüksək tutmaq lazımdır. İmmuniteti möhkəm tutmaq üçün mütləq şəkildə pediatr tərəfindən aparılmış analizlər, qan ümumi analizi, dəmir, feritin, kalsium, vitamin D mütləq şəkildə normasında olmalıdır. Uşaq yaxşı qidalanmalı, qidalarda tərəvəz, meyvə, bol göyərtilərdən istifadə etməlidir. Günəşdə olanda günəş altında gəzməli, təmiz havada gün ərzində ən minimum 2 saat olmalıdır. Bu körpələrə, məktəblərə də aiddir. Əgər günəşin altında az olursa, o zaman vitamin D-sini rahat şəkildə almalıdır. Vitamin D-ni özü də immunitetdə çox böyük rol oynayır. Pediatr əlavə edib ki, normal qidalanma, kifayət qədər yuxu, müntəzəm havalandırılan mühit və insanların sıx olduğu məkanlardan uzaq durmaq viruslardan qorunmada əsas şərtlərdəndir. Seyrani Quliyeva, Çingiz Abdullayev, Missiya TV.